Şıltaq keçib qıza sevincilə yürürəm doğma məktəb yollarında bir vaxt sənin sözlərinə gizli-gizli gülərdik biz deyəndə ki vaxt gələcək bu günləri anacaqsın əziz müəllimim dediklərin doğru imiş sətir nə olar sən o günləri bircə anlıq geri gətir əziz müəllimim dediklərin doğru imiş sətir nə olar sən o günləri bircə anlıq geri gətir əziz müəllimim saçınızı qoşarıq hörmək üçün uclarına beyaz lenti kəpənək tək vurmaq üçün siz çox şeydən keçəcəksiniz elə desən için alab yanacaqsın onda məni Sinifimizdə 30 şagird var və bugün dərsdə hamı iştirak edir. Uşaqlar, himni oxumaq üçün dərsə dövlət himni ilə başlayıb, himni oxumaq üçün sıfıra dəvət edirəm. Gəlin, sizə gəlin. salamlayar. İndi isə gəlin qruplarımızı təyin edək. Bunun üçün, baxın uşaqlar, sarı rəngdə olan kağızlar o çərşənbəsində əyləşən uşaqlardır, əyləşəcəklər.
yaşıl rəngdə olanlar su çərşənbəsi, göy rəngi seçənlər yel çərşənbəsi və nəhayət qara rəngdə olanlar isə torpaq çərşənbəsində əyləşən uşaqlar olacaq. İndi hər bir qrup seçsin və qruplarımızı təmin edək. Görək kim hansı qrupda əyləşəcək. Buyurun, bir cəhət olar. İnşallah gəlin hər qrup bir dənə kapitan təyin etsin özünə. Bir kapitan təyin edin, bir cəhət olur. Adliyə kapitanınız kim olacaq? Səmanə, aha. Siz təyin elədiniz kapitan özünüzə. Fatimə kim olacaq kapitanınız? Ayşə olacaq, laf yaxşı. Sonra siz təyin elədiniz, Elnur kim olacaq kapitanınız? Ayşə olacaq. Sonra Ayşe kim olacaq sizdə? Simuzlar. Bugün 4 qrup olacaq və 4 qrup yarışacaq uşaqlar. Mən sizin hər birinizə uğurlar arzulayım. Gəlin özünüzü alqışlayaq. Uşaqlar, kim deyər? Elimizdə neçə fəsil var? Kim deyər? Elimizdə neçə fəsil var? Adilətə görün qızım. Elimizdə 4 fəsil var. Ay sağ ol. Kim sadalıyor? Fəsillərimiz hansılardır? Tunar sadala fəsilləri. Yaz, yay, payız, qış. Yaz, yay, payız, qış. Uşaqlar, hər fəslin öz gözəlliyi, rəngarəngliyi var. Fəsillər dəyişdikcə havalar dəyişir, mülayimləşir, istiləşir, sərinləşir və soymağa başlayır. Kim yay fəsli haqqında danışar? Yaz fəslini xoşlayırsınız uşaqlar? Bəli! Kim danışar yay fəsli haqqında, hə? Kim deyər? Fəxrəddin danış görün. Yayda havalar isti olur. İnsanlar dənizlərə, çimərlikçilər istirahət edirlər. Məktəblərdə tədbirlər başlayır. Aha, doğrudur. Payız fəsli haqqında kim danışar, hə? Həsən danış görün payız fəsli haqqında. Payızda havalar soymağa başlayır. İnsanlar isti yerlərə keçirlər. Ağacların yarpaqları saralır, tökülür. Narın yağışlar yağır. Aha, tamamilə doğrudur. Bəs uşaqlar, qışda havalar necə olur, hə? Kim deyər? Qış fəsli haqqında kim danışar? Danış burası. Qışda havalar soymağa başlayır. Hər yer ağ dollar büyüdür. Ağaclar yarpaqlarını tökülmüş olur. Əsas sonuncu fəslimiz qaldı, yaz fəsli. Yaz fəslində havalar necə olur, hə? Kim danışar yaz fəsli haqqında? Bir sual danış görüm yaz fəsli haqqında. Yaz fəslində havalar istiləşir. Hər tərəf yaşıllaşır. Narın yağışlar yağır. Əkin biçinə başlanılır. Otların arasından lalələr baş qaldırır. Aha, tamamilə doğrudur. Uşaqlar, kim deyər? İndi hansı fəsildir? Hə? Fatimə də görüm, indi hansı fəsildir? Yaz fəsli. Aha, yaz fəslinə hansı aylar daxildir? Kim deyər? Məhəmməd deyər? Mart, aprel, may. İkiniz də Məhəmmədsiniz. Bu Məhəmmədə baxmıyorum, heç nə olmaz. Mart, aprel, may, tamamilə doğru. Bəs biz bu ayda, Mart ayında hansı bayramları qeyd edirik? Kim deyər? Kim deyər? De görün Fəxrəddin. Qadınlar bayramı və Novruz bayramı. Qadınlar bayramı və Novruz bayramı, tamamilə doğru. Uşaqlar, gəlin lövhəyə diqqətlə baxaq. Hamıdansın lövhəyə? Uşaqlar, bu şəkildə gördükləriniz sizə hansı bayramı xatırladır? Novruz bayramı. Biz sizinlə birinci sinifdə də keçmişik Novruz bayramı haqqında və mən sizə demişim, yadınızda qalıbsa, Novruz nə deməkdir? Novruz sözünün mənası nədir? Kim deyər? De görüb sınıza. Novruz yeni gün deməkdir. Novruz yeni gün deməkdir. Biz Novruz bayramını bəs nə zaman qeyd edirik, hə uşaqlar? Kim deyər? Nicat de görün. Martın 21-i.
Ay sağ ol. Bəs uşaqlar bu zaman nə baş verir, hə? Kim deyər? De gör məsələn. Gecə ilə gündüz bərabərləşir. Gecə ilə gündüz bərabərləşir. Uşaqlar, hər bir xalqın öz sevimli, əziz bayramı var. Novruz bir çox şərq xalqlarında olduğu kimi bizim də bayramımızdır. Bu bayramın tarixi çox qədimlərə gedib çıxır. Bunu əcdadlarımız eradan əvvəl 558-539-cu illərdən qeyd etməyə başlayırlar. Novruz torpağın oyanışı ilə bağlı olduğu üçün əkinçiliyə daha çox üstünlük verilir. Torpaq şumlanır, toxum səpilir və yeni həyat başlayır. Novruz bolluğa səcdə kimi göstərilir və bu bolluğu yaradan kimlərdir? İnsan əlləri və ana torpağımızdır. Bu bayram insan üçün özündə vacib olan 4 əsas amili birləşdirib. Suyu, odu, havanı və torpağı. Bu odu uşaqlar qədim zamanlardan qoruyublar, oda sitayiş edirlər. Qalanan tonqal isə hər zaman nəyəsə işarə salır. Bunu Dədə Qorqud filmindən daha aydın görmək olar. Yəni bir qısa bir epizoda baxaq. Hamı bu lövhəyə baxsın diqqətlə. İzləyin. Odun olmağı qədim zamanlardan ta bugünə qədər istiliyin mənasını ifadə edir. Bax, bu yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Tarixi çox qədim olan bu bayram xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir. Günəş cənub yarımkürəsinə, şimal yarımkürəsinə keçdiyi bir vaxtda gecə ilə gündüz bərabərləşir. Bayaq dedik, bu zaman qış fəsli qurtarır və yaz fəsli başlar və məhz Novruz bayramıdır. Elə məhz bugün də qeyd edilir. Ucaca tonqallar qalanır, böyüklü, kiçikli, hər kəs tonqalın üzərindən atılaraq nə deyirlər uşaqlar? Ağırlığı doludur, ağırlığı, muğurluğun borda yazır. Uşaqlar, gəlin Novruz süfrəsinə diqqət yetirək. Bax, uşaqlar, bu şirniyyatların, ləziz təyabların niyə məhz bu şəkildə olduğunu heç düşünmüsünüzmü? Uşaqlar, diqqətlə fikir versək, bu şirniyyatların hər biri bir səma cisimlə bənzərliyini görək. Təbii ki, məcazi mənada. Gəlin baxaq. Uşaqlar, baxın qoğalın görünüşünə, forması. Bu qoğalın görünüşü, forması daim hərəkətdə olan qalaktikaya bənzəyir. Baxın, bənzədirsiniz uşaqlar. Məcazi mənadadır. Digər bir şirniyyatımız şəkər çörək. Şəkər çörək isə uşaqlar günəşə bənzədirlər. Nəyə görə? Çünki hər şey günəşə yaxınlaşanda, onun istisinin təsirindən əridiyi kimi şəkər çörək də tez bir zamanda ağızda əriyir. Ay sağ ol. Digər bir şirniyyatımız şəkərburadır. Şəkərburanı isə nənələrimiz torpağa bənzədirlər. Şəkərburanın içinin şirinliyi
torpağın ruzu, bərəkəti, üstünün naxışları isə zəmində dalğalanan uşaqlar sümbülləri xatırladır. Fikir verir şəkərburanın qırağına. Baxın sümbülə bənzəyir. Bəs uşaqlar, hansı milli yeməyimiz bişirilir? Hə? Kim deyər? Hansı milli yeməyimiz? Rahul de görüm, hansı milli yeməyimiz bişirilir? Aş bişirilir. Bəs süfrəyə hansı şirniyyatlar qoyulur? Hə? Kim deyər? De görüm, Nurad. Şəkərbura. Sonra kim davam elətdirər? Filiz de görüm, qızım. Paxlava. Paxlava doğrudur. Sonra Elnur de? Şəkər çörəyi. Şəkər çörəyi de görüm, qızım. Şirin çörəyi. Şirin çörəyi. Sonra İsmail sən de görüm. İsmail de görüm. Badam, süt, kişmiş. Aha, uşaqlar bu bayramın ümumiyyətcə gözəlliyi, rəngarəngliyi onun adət-ənənələri ilə zəngin olmağındadır. Hansı adətlərimiz var? Deyə bilərsiniz uşaqlar?